Mopeddir, asma mühərrikli velosipeddir, kiçik elektrik nəqliyyat vasitəsidir. Onları bir-birindən hüquqi olaraq necə ayrılır? Moped 2 təkərli və ya 3 təkərli nəqliyyat vasitəsidir. Mühərrikin işçi həcmi 50 kub santimetrdən çox olmamalıdır və həmin nəqliyyat vasitəsinin konstruktiv hərəkət sürəti 50 km/saatdan çox olmamalıdır. Əgər elektrik mühərriki ilə təchiz edilibsə, həmin mühərrikin gücündən asılı olmayaraq konstruktiv hərəkət etmə sürəti 50 km/saatdan çox olmamalıdır. Daha çox asma mühərrikli velosiped və mopedlərin müqayisəsi aparılır ki, burada fərqi biz necə tapmalıyıq? Velosipedlərdə pedallar var və pedallar vasitəsilə o hərəkətə gətirilir. Və mopedin hərəkət etmə sürəti 50 km/saatdan çox olmamalıdır. Asma mühərrikli velosipedlərdə isə mühərriklər və oradakı mövcud sistem 25 km/saat sürətdən artıq sürətlə hərəkət edən zaman artıq mühərriki ayırır. Kiçik elektrik nəqliyyat vasitələri də konstruktiv olaraq mopedlərdən fərqlənirlər. Onlar bir nəfərin daşınması üçün nəzərdə tutulurlar. Asma mühərrikli velosipedlər də mopedə bərabər tutulur. Lakin onu idarə etmək üçün sürücülük vəsiqəsi tələb edilmir. Onların dövlət qeydiyyatından keçirilməsi tələb olunmur. Nömrə nişanının vurulması tələb olunmur. Digər bir sıra fərqli cəhətləri də var.